Salam Vüqar bəy, xoş gəlmisiniz. Salam, çox sağ olun, xoş gördük. İlk öncə özünüz haqqında məlumat verərdiniz, zəhmət olmasa. Neçə ildir uşaq saç ustası olaraq fəaliyyət göstərirsiniz? 2014-dən etibarən uşaq saç stilisti kimi fəaliyyət göstərirəm. Daha çox da işimi sevdiyim üçün uşaqları seçdim. Böyüklərlə yox, uşaqlarla çalışmaq daha zövqlüdür. Uşaqların saç kəsimindən qorxması haqqında nə deyə bilərsiniz? Uşaqların saç kəsimindən qorxması haqqında ilk öncə onu deyə bilərəm ki, valideynlər salonlara üst tutmamışdan qabaq, yəni adaptasiya etməlidir uşaqlarını. Biz ora gedəcəyik, saçlarımız kəsiləcək, biz əyləncəli şəkildə oynayacağıq, eləyəcəyik. Yəni sıxılmadan, rahat. Yoxsa məsəl üçün, dur getdik biz salona deyilən bir şey yoxdur. Yəni uşaq içəri girməmişdən başlayır ağlamağa, stres keçirir, travmalar yaşayır. Bəzən yəni mən görürəm ki, 4-5 valideyn, nənə, baba, ana, ata hamısı gəlir uşağı sıxır, boğur, tutur. Yox, bu kəsilməlidir, məcbur. Yox, belə şeylər olmaz. Bu travmadır. Vüqar bəy, siz bu işin ustası olaraq uşaqlar saç kəsimindən travma almasın deyə valideynlərə nə tövsiyə edə bilərsiniz? Ən əsası uşaqların travma almasının ən birinci səbəbi, yenə deyirəm, adaptasiya etməməkdir və uşaqların yuxulu vaxtına düşür, narahat vaxtına düşür. Bu hallar baş verdikcə uşaq nəinki saç kəsdirmək istəyir, adicə yemək belə yemək istəmir. Valideynlər bəzən övladlarını kişi salonuna aparırlar. Bu düzgündür? Xeyr, ən böyük travmanın ən pik nöqtəsi yəni budur da. Yəni günü bu gün qlobal bir problemdir ki, valideyn məsələn uşaq salonuna birinci gətirir, uşaq sakit oturur. Elə bilir ki, yəni həmişə bu belə olacaq. Deyir gedək nə məsələn, düşək binada, evin altında bunu tez bazar saçını kəsək qalxaq. Girirsən içəri, bu hava başqa. Çünki kişi saç kəsənlər tam fərqli olur nə baxımdan? Çünki akustika tam fərqlidir, içərin görünüşü daha boğunuq olur. Amma uşaq salonları rəngarəngdir. Amma kişi salonları daha boğunuq olur. Bu düzgün bir şey deyil. Təbii olaraq yəni kişi salonu elə olmalıdır. Uşaq salonu biraz rəngarəng olmalıdır. Əlbəttə ki, uşağı rahat hiss həm eləsin. gigiyenik baxımdan, həm yəni təmizlik, səliqə, səhman, rəngarəng bu uşağın zövqünə uyğundur. Amma yəni kişi salonundan üst-üstə gəlmir bu. Uşaqlar üçün salonlar son zaman çoxalıb. Sizin fikrincə hər uşaq ustasına övladımızı əmanət edə bilərikmi? Bu barədə valideynlərə nə demək istəyirsiniz? Uşaq salonları düzdür, həddən artıq yəni çoxalır. Əvvəl məsələn hər bölgəyə bir dənə düşərdisə, indi məsəl üçün hər bölgədə 3-4 dənə salonlar düşür, belə deyim. Amma yəni işin ustasını araşdırıb tapmaq üçün, yəni sosialda və yaxud da kimisə dediyindən, yəni dinləmək lazımdır. Ən yaxşısını araşdırıb tapmalıdır ki, çünki bu uşaqdır. Yəni bu bir dəfə olan bir şey deyil. Daimi proses davam edir. 10 yaşa qədər uşaqlar uşaq salonuna gəlir. 10 yaşından sonra məsələn, uşaq öz istəyi ilə deyir ki, mən uşaq salonu istəmirəm. Çünki mən böyümüşəm. 10 yaşına qədər amma valideyn nəzarəti altında daimi bir ustaya aparmalıdır ki, yəni uşaq həmin ustanı sevsin, usta da həmin uşağa adaptasiya olsun. Belə şeylər həmişə mütləqdir. Elə uşaqlar var ki, maşınkadan qorxur, yaxud da bu-havadan sıxılır. Bəli, yəni çoxdur da, yəni belə uşaqlar. O da nədən? Yəni maşınkalar bəzən salonlarda çox səsli olur. O səsdən yəni travma yaşaya bilir. Niyə? Çünki onların maşınkanın səsi belə deyim də, beyinə yaxın olur axı. Saça dəriyə toxunduqda daha çox hiss olunur. Amma yəni məsəl üçün mən 3 yaşa qədər yəni maşınkadan qəti istifadə eləmirəm. Ən çox qayçıya üstünlük verirəm. Niyə? Çünki yəni bu maşınkadan qorxsa belə bu salona keçməyəcək bir də. Yəni salonu uzaqdan görəndə başlayacaq ağlamağa. Nəinki bu saçını kəsdirmək. Məndəki bütün alətlər, maşınka hamısı səssiz olduğu üçün, amma yenə də mən qayçıya üstünlük verirəm ilk başlanğıcdan. Ən böyük səbəb də nədir onun? Yəni uşaq içəri girən kimi götürüm, əyləşdim kresloda başlayım saçını kəsməyə. Yox, biraz içəridə adaptasiya olur. Batutda əylənir, televizora baxır. Mühitə öyrənsin. Yəni tələsi iş eləmirik. Yəni öyrəşdi, ondan sonra mən bir də istəmirəm ki, yəni uşaqlar valideynlərin qucağında əyləşsin. Niyə? Onun tərəfdarı deyiləm. Çünki bu elə öyrəşəcək, elə də davam edəcək. Minimum 5 yaşa qədər elə davam edir uşaqlar. Yəni sevmirəm. Məsəl üçün deyir örtüyü bağlayaq uşağın boynuna, uşaq qoymur. Başlayır sıxılır, açır, dartır. Mən o zaman deyirəm ki, valideyn əlavə paltar gətirin. Paltar gətirin ki, bu uşaq yavaş-yavaş, etap-etap öyrənsin. Yəni birdən-birə mən onu götürüb örtüyü bağlayanmaram. Onda daha çox sıxıntı yaşayır. Uşaqları saç kəsiminə aparmazdan əvvəl valideynlər ilk öncə nə etməlidirlər? İlk öncə bayaq dediyim kimi, yəni evdə adaptasiya etməlidir. Yəni evdə televizorda, planşetlərdən qoşmalıdır, saç kəsimini gedən multifilmlər falan belə bir şeylər baxmalıdır, uşaq dərk eləməlidir. Ondan sonra uşağı yenə deyirəm, məcburən yəni salona aparmaq düzgün bir fikir deyil. Valideynlər ilk saç kəsimini etdirmək üçün uşaqların neçə yaşından sizə üst tuturlar? Yəni yaş deməyək, 2-3 aylığından etibarən yəni mən uşaqları qəbul edirəm. Yəni bilirsiniz, yəni bu elə bir şeydir ki, prosesdir bu, davam eləyəcək bir şeydir. Bunun yəni 2-3 aylığından gəlir, ağlamır. Çünki göz gördükcə öyrəşir. Göz yaddaşı deyilən bir şey var. Uşaq görür ki, yəni bu mütləqdir. Amma məsəl üçün uşaq qalır 2 yaşdan, 3 yaşdan sonra salona gətirəndə uşaq görmədiyi mühitə riski uyğunlaşa bilmir. Ona görə ən kiçik
aylıqlarından daha ardıcıl gətirməlidirlər. Hətta mən deyərdim ki, 15 gündən bir gətirib, sən saç kəsimi elətdirməsələr belə, o salonu görməlidir. Abu-havanı yaşamalıdır. Vüqar bəy, yəqin ki, sizin ən böyük probleminiz elə dəcəl ağlayan uşaqlardır. Onlarda saç kəsimi necə uğurlu alınırmı? Belə deyək, yəni yalan deməyək, o qədər də uğurlu alınmır. Məsəl üçün, yəni uşaq dəcəl olur, valideyn hər hansısa bir risunkanı seçir. Baxırsan ki, yəni o risunka ilə bu halda gedişatda yəni işləmək qeyri-mümkündür. Çünki bu risunka çəkiləndən sonra, yəni daxili təmizlənməlidir risunkanın da, belə deyək ki, daha parlaq olsun. Uşaq da dayanmayandan sonra bu ən böyük təhlükədir. Elə uşaq olub ki, çox dəcəl olub və siz işinizi yekunlaşdıra bilməmisiniz. Bəli, o qədər yəni hallar baş verib ki, yəni o mütləqdir ki, o işi yarıda saxlayasan. Yəni növbəti gəlişə. Ən həssas yerdir. Mən onun üzərinə getməklə daha da mən onu qorxuzuram. Yəni ona görə prosesi yarımçıq saxlayıram. Risunka yarımçıq qalıb gedib. Hə, yəni belə deyək, risunkanı heç çəkməmişəm. Yəni demişəm ki, yəni bu olmasın. Növbəti gəlişlərdə eləyərik. Yəni bu dəqiqə mütləq deyil bunu bu halda eləyək. Eləyəcək pis alınacaq. Yəni bu eləyib pis alınmaqdansa eləməməyi daha gözəldir. Uşaqlarda ən çox saç kəsimində travma almasının səbəbi nədir? Ən böyük səbəbi qeyri-peşəkarlara, yəni seçib uşağınızı həvalə etmək. Hə, araşdırın. Məbləğə baxmayın əziz valideynlər. Məbləğ yəni rol oynamır. Bu sizin uşağınız üçün mütləqdir. Həm digər salonumuz uz kəsiri aparaq yox. Yəni işinin peşəkarı fərqli qiymətə işləyirsə, yəni məncə qiymətə görə yox deməyin. Peşəkara etibar edin həmişə. Təşəkkür edirəm Vüqar. Çox sağ olun.